Xanımlar bir başqa sevir demişdi Zeynəb Həsənli. Necə sevilir? Mən heç vaxt elə söz deməmişəm, çünki anlayışım yoxdur. Niyə? Mən bütün sevgimi bir şəxsdə cəmlədiyimə görə başqa sevgilərə baxa bilmirəm. Baxış açımı, bütün ətrafımı bağlamışam. Yox, Zeynəb xanım, sevgilər müxtəlifdir. Ataya sevgi, anaya sevgi, vətənə sevgi. O bütün sevgi var, mən onu bir şəxsdə cəmləmişəm deyə, başqa sevgini də bilmirəm nədir. Bir şəxsə deyirsən. Bir şəxsdə o da mənim ilk demək olar ki, özümü elə anladığım vaxtdan, həyatı dərk elədiyim vaxtdan, sevginin nə olduğunu bildiyim vaxtdan həyatımda bir kişi sevmişəm, o da atam oldu. Bitdi, ondan başqa heç bir kişini sevmərəm. Sevmərsən? Sevmərəm. Deyir, böyük. 36 yaşım var. Bu yaşıma qədər atamı sevmişəmsə, son qalan nəfəsimə qədər Allah onu mənə nəsib eləsin ki, atam yanımda olsun və elə hər zaman da onu sevim. Başqa kişinin sevgisinə heç vaxt ehtiyacım olmasın. Sevgi dilənmək başqa bir şeydir. Qadınlar atasından sevgi görməyəndə başqasından sevgi dilənir. O da olursan dilənçi. O da sənə, dilənçiyə də nə verirlər? Dilənçiyə də xırda kuruş, qəpik kuruş verirlər. O da sənə ancaq belə sənin layiq olmadığın sevgini verəcək. Ona görə də mən elə qoy atamı sevim ki, atam da mənə dünya boyda sevgi versin. Heç bir kişinin sevgisinə ehtiyacım olmasın. Mənim sevgi anlayışım budur. Sən onu yoxsa o səni daha çox sevir? O, yəqin ki, atamın sevgisinə çatmaz mənim sevgim. Amma biz onun üçün 5 barmağıq, atam üçün. 5 uşağıq, 5 də barmağıq. Amma atam bizim üçün bütünlüklə bədəndir. Adətən belədir də, qız uşaqları atanı daha çox sevir. Əks cinsi sevir. Və birinci sevgini də o qız uşaqları atadan görməlidir. O qayğını, diqqəti, istəyi atadan görməlidir. Yəni söhbət budur. Zeynəb xanımın sözü bəs Zeynəb dəyərlidir. xanım, siz necə düşünürsünüz sevmək? Birini sevirsiniz. O sizi sevmir. Neynəmə? Çıxıb getməlidirmi? Bu sevginin üstündən xət çəkməlidirmi insan? Yox, belə bir söz deyim də. Mən məsələn birini sevsəm, o məni sevməsə, mən ona sevgimi bəlli eləmərəm heç vaxt. Bəs yaşayar mı o sevgi sizdə? Adında sevgi deyirsən. Yaşayar. Əlbəttə ki, sevgi yaşayır. İllər keçsə belə, nə qədər də desən ki, unutmuşam, onun o xatirələri yada düşdükcə qalır. Ya sən niyə belə eləyirsən? Bilmirəm axı. Allah deyirəm, bilmirəm o sevgini. Kaş ki, Allah mənə onu zərrə qədər də olsa bir hiss elətdirərdi. Talihlə baxışırıq bir-birimizə, bilirəm, bilmirəm vallah mən o nədir. Bu il Zeynəb manifestləyir. Aha. Bu il manifestləyirik. Hə, manifest. Mən hiss eləyirəm ki, 2026 Zeynəb üçün çox düşərli olacaq. İnşallah. İnşallah. Və Hər il ilin öyle deyir o. sonunda Gün o gün başqa cür olsun, danışacağıq. ikinizin İlin də sonunda toyuna başqa- gələk. Amin. İnşallah. İlin sonunda başqa cür danışacağıq. Hə, biz fikirlərin gələcəkdə reallaşmasını başqa cür istəyirlər. danışırsan. Biz də onu istəyirik. Mən Bir dəfə danışarsan sonra. Hə, bir dəfə denən ki, yaxşı olacaq hər şey. Yaxşıdır da mən pis nəsə dedim ki, sevgini dedim. Neynirəm hansısa kişiyə sevgimi verim, o da qədrimi, dəyərimi bilməsin. Ətrafımda Bəşə var da bir. yazıqlar valla yaxşı da olsa, pis də olsa ağlayırlar ancaq bütün gün. Sevgi insana problem gətirir, dərd gətirir, qəm gətirir. Hansısa kişini sevdinsə, valla bir neçə vaxt yaxşı, xoşbəxt olurlar. Mən baxıram, əladılar, bir neçə Sonra övlad olur. olurlar. Sonra görürəm ki, artıq problemlər başlayır, qısqançlıqlar başlayır. Bu artıq sevgi buna zərər verməyə başlayır. Bu arıqlayır, qidadan kəsilir, düşüncələri Yaman yalnız arıqlamısan. odur. Xeyr, yalan deyirsən. 57 kilo olmuşam mən. Sevgi ən böyük diyetdir. Pəhrizdə. Bir arıq Ən gözəldir pəhrizdə. Hə, vallahi ən gözəl odur. Talih, Mən biraz maşallah sevməlisən günü-günə qadına, kökəldim. maraqlamaq lazım. Hə, günü-gündən keçir. Növbəti cümləni Bəs tamamlayalım. Zaur Baxşəliyev üçün, Günay Zaur bəy sevir. üçün, Zar Nəboğlu. Zar Baxşəliyev Günayı sevir. Zaur Nəboğlu üçün sevgi nədir? Mənim üçün sevgi İlk fəda özünüz dedi, etməkdir. ilk özünüz dedi mən önəmlidir. Daha Əsas da onu mən sevirəm. açıqlama ilə. Məsələn, bir cümlə ilə dedin, keçdin. Bax, mən tam səmimi deyim. Həqiqətən. Onu sevənə qədər mən bu qədər fədakar deyildim. Məsələn, mən evim olsun, yaxşı şəraitim olsun, bunu düşünmürdüm. Demək ki, Tələbə kimi yaşayırdım da, o tələbələr necə yaşayır? deyilir sevəndə insan ağlı işləmir. Hə? Yox, o baxır qarşındakına.
Özünə qarşı işləmir, qarşındakına Ha, işləyir. ay sabah mikrofona denən. Özünə qarşı işləmir, Özünə- qarşındakını Bax, artıq düşünməyə başlayırsan əvvəl deyə. düşünürdüm ki, bu geyimi alım, bu geyimi geyinim, bu İndi xaricdə ancaq istirahət edim. İndi ancaq qarşıdakına düşünürsən. Bax, sevmək özündən Yerin çox çox onu xoşbəxt düşünməkdir. Sevmək yeməyib onun yemək istəməyidir. Onun yeməsini istəməyidir. Başqadır biraz. Ha, bir yerdə misal bir video var idi, mən demişdim o sözü. Məsələn, mən illərdir sevmədiyim bir yeməyi ona görə yeyirəm ki, o sevir. O Mənim, başqa bir şeydir. hə, Hə, bu fərqli bir şeydir. Gəlinim çox Nəsə- şanslı gəlindir və Bəli. bilir ki, mən də səni çox istəyirəm. Var olasınız.